təqvalılar barəsində Peyğəmbərimiz buyurub, həqiqətən təqvalılar ən âli-cənab, ən mötəbər şəxslərdir. Və bu ifadəni Peyğəmbərimiz seyyid kəlməsi ilə işlədib. Əl-muttəqunə sadətun. Seyyidlər, ağalar, həzrətlər, âli-cənab insanlar Allahdan qorxub, günahların pis aqibətindən qorxub və pəhriz edərək günahlardan çəkinən təqvalılardır. Vəl-fuqəhəu qadətun Peyğəmbər buyurub. Həqiqətən fəqihlər, alimlər elm dalısıca qaçanlardır. Vəl-culusi iləyhim ibadətun. Baxın, Allah Peyğəmbəri buyurur, alimlər və təqvalılarla bir yerdə oturmaq, onlarla həm söhbət olmaq ibadətdir. Vəl-culusi iləyhim ibadətun. Allah bu cür nemət olan təqva nemətini bütün müsəlmanlarda, bütün insanlarda görmək istəyir. Və həmçinin Quran-ı Kərimin Ənkabut surəsinin 2-3-cü ayəsində Allah mühüm bir məsələ barəsində söhbət açır və bu ayə-i şərifə belədir. Bismillahirrahmanirrahim. Əhəsibən nas ən yutraku ən yəqulə amənna və ləqəd fətənnəllah əlləzinə min qəblihim vəlləzinə ya'lamunə sədəqu və ya'lamunə kazibun sədəqəllahul aliyyul əzim. Allah Ənkabut surəsinin 2-3-cü ayəsində buyurur, Allah insanları mütləq və mütləq imtihan edəcək. Və elə güman edirlər insanlar, iman gətirdik kəlməsini deməklə biz onları buraxacaq, biz onları azad buraxacaq. Lakin bilsinlər ki, biz onlardan öncəkiləri də imtihan etdik. Və Allah doğru danışanları və Allah yalan danışanları da tanıyır. Əzizlər, insan sədaqətini Allaha göstərmək üçün bir çox ibadətlərdə, xüsusən Ramazan ayının orucunda, xüsusən qurbanlıqda və xüsusən namaz ibadətində Allaha sədaqətini göstərmək üçün bir sıra əməllərə məşğul olur və bu əməllər insanın sədaqətinin bir növ təzahürüdür. Və insanlar bundan da böyük iddialardadırlar. Bakın, dünyada tikilmiş böyük stadionlar, dünyada tikilmiş böyük idman kompleksləri insanların iddialarının sübuta yetirilməsi üçün tikilmiş yerlərdir. Bir nəfər 200-300 kilogram bir yükü qaldırmaq iddiası edirsə, mütləq bu iddianı imtahan etmək üçün bir yer, bir məskən, bir stadion tikilməli, salınmalı və həmin şəxsin iddiasını yoxlamaq lazımdır, imtahan eləmək lazımdır. Görəsən bunun dediyi iddiası doğrudur ya yalan. Və həmçinin bütün dünyanı yaratmaqda, dünya daxilində bütün varlıqları Allahın xəlq etməkdə məqsədi insanın iddialarını yoxlamaq. Və bu dünya daxilində baş verən hadisələr və proseslər insanı əhatə edən mənfi və ya müsbət hallar hamısı insanın iddiasının doğru və yalan olmadığını göstərməyəcək.
Bakın, Allah deyir, mütləq və mütləq sizi imtihan edəcək. Necə ki, sizdən öncəkilər imtihan olur. Allahın insanı imtihan etməsi, bəşəri imtihan etməsi kimi deyil. Bir müəllim öz şagirdini, öz tələbəsini bir neçə aylıq təhsilin, ilinin sonunda imtihan etməsi, həmin müəllimin, həmin tələbəsini yaxşı tanımamasının nəticəsidir. Kim imtihan edir, görsün bunun iddiası nə qədər doğrudur və nə qədər yalan. Lakin Allahın insanı imtihan eləməsi, insanı tanımamağından deyil. Çünki Allah Quran-ı Kərimin Qafir surəsində buyurur, يَعْلَمُ خَائِنَةِ الْعُيُونَ وَمَا تَخْفِي الصُّدُورُ. Allah gözlərdə olan xəyanəti və qəlbdə gizlənənlərin də hamısından xəbərdardır. Osman olur. Allah bu ayədə buyurur, mütləq və mütləq sizdən öncəkiləri imtihan etdiyim kimi sizləri də imtihan edəcəkəm və sizin iman gətirmişik deməyinizlə mən sizi başlı başına buraxmayacağım sözünün, ayətinin mənası, məntiqi nədir? İslam alimləri, müfəssirlər bu ayənin izahında çoxlu nöqtələrə toxunurlar. Lakin mən ikisini, yəni xütbənin vaxtının qısalığı ilə bağlı ikisini diqqətinizə çatdıracağım. Alimlər buyurur, Allahın insanı imtihan etməsinin birinci səbəbi insanın özünə tanıtması üçündür. Eğer insan özünü tanımır mı? Allah insanın özünə tanıtırır. Bir mənalı dedi olar. İnsan özünü tanımır. İnsan özünü tanısa özü barəsində haksızlıqlar eləməz. İnsan özünü tanısa özü barəsində cəhənnəmə sürükləyəcək günahlar ondan sadir olmaz. İnsan özünü layıqıyla tanımır. İnsanın özünü tanıması üçün bir növ titrətmə, bir növ qəflətdən oyatmaq üçün Allah insanları imtihan edir. Və bu imtihanlarla insan özünü tanıyır. Təsəvvür edin, uzun illər torpağa düşmüş, üstü kirəzləşmiş, nağarlaşmış bir sikkə, bir pul ki bunun qızıl və ya gümüş olduğunu aşkar eləmək üçün mütləq onu nəyəsə qoyub, hansısa maddəyə atıb və yaxud onu sürtmək lazımdır. Sürtmək, təmizləmək lazımdır ki, onun əsli aşkar olsun. Onun əsli görsənsin. İnsanın özünü tanımaması və özünü unutması bu qəbildən imtihanlara ehtiyacı görür və ehtiyac olur və Allah bu qəbildən insanları imtihan edib özlərinə qaytarmaq üçün bəzi bəlaları və bəzi hadisələri insanlara göndərir. Bəzi hadisələri insanlara göndərir. Çünki hikmətli sözlərin birində deyil, ərəb xalqına bəlkə də mənsublardan və Peyğəmbərdən olan bir kəlmədir. Lakin mənbəsi olmadığına görə hikmətli bir müdrik söz kimi qeyd edilir. Buyururlar, insan özünü çox sevən varlıqdır. Hər kəs özünü hamısından çox sevir. Özünü çox sevmək, insanın özü barəsində mənfi və ya müsbət xasiyyətləri yasan çıxarır. Özünü çox sevən insan heç vaxt özünün mənfi cəhəllərini eşitmək istəmir. Və həmin müdrik kəlam belədir. Bir şeylə məhəbbəti olmaq, həmin şey barəsində mənfi fikirləri insanın yadından çıxarır. Və bir şeyə nifrət etmək də həmsinin. Bir şəxsə nifrət, bir əşyaya nifrət etmək, həmin əşya barəsində yaxşı fikirlərdə nə qədər söyləsən, həmin şəxs qəbul edir. Allah insanın yaxşı və mənfi xüsusiyyətlərini aşkara çıxardıb, onun həqiqətini izhar eləmək üçün insanı həmin sikkə
kimi bir şeylərə sürtərək insanı imtihan edir və insanın həqiqi dəyəri və qiyməti aşkar olur. Yoxsa insan özü barəsində kordur. Bu ayənin təfsirində alimlər bir hadisəni qeyd edir. Bir şəxs zaman yaşlarında Məcnunun Leyliyə aşıqlığı kimi bir şəxsə aşıq olur, adası bu işə mani olur, qızın adası. Uzun bir təşkildən sonra nail olur bu qızla ailə qurmağa. Üstündən bir neçə il keçib, ailəsi üzrə arvar həyatını yaşayırlar. Bir gün eyni stolun arxasında çörək yiyən zaman kişinin gözü sataşır ki, qadının gözünün arasında, yiyək arasında bir ləkə var. Xanımından soruşur, sənin gözündəki bu ləkə hasan dünyaya gəldi, hasan əmələ gəldi, hasan meydana gəldi. Qadın buyurur, elə indi. Nədir yəni elə indi? Bizim də oturur, bir hadis olmur, bir şey dəymir, bu ləkə nədir indi meydana gəldi? Əlinə vurur, elə ki sən indi gördün, bil ki indi meydana gəldi. Lakin həqiqətinə varanda, mən uşaq ikən bir ağacın budağı dəyib gözümdə ləkə var idi. Sənin mənə hədsiz məhəbbətin səni mənim barəmdə olan mənziləri görməyə kör eləmişdi. Elə ki, sən bunu indi gördün və indi müşahidə elədin, bil ki, indi yaradın. İnsanın fitrətindədir, insan hubbuzzatdır, özünü sevən varlıqdır və öz sevdiyinin mənfi dəyərlərini kör olan, görməyən bir varlıqdır. Bu nöqtə-i nəzərdən Allah insanı imtihan edir və insanın özünü özünə qaytarır. İnsanın xəstə halında, insanın fəqirlik vaxtında Allahın inayəti ilə insanın yadına elə borcları, elə günahları düşür. Digər hallarda, digər vəziyyətlərdə bu hallar, bu fikirlər insanı əhatə edir. İkincisi görədən Allah insanı niyə imtihan edir, yenə də müfəssirlər bu barədə bu kəlməni buyurublar. Allah insanı imtihan edir ki, insanı başqalarına tanıdır. Həzrəti Əli əleyhissalam buyurub, fi təqallubil əhval ulimə zəvafirul rizaq. Kişinin qiyməti haldan hala düşəndə bilinər, Həzrət buyurur. Kasıb, varlı olanda qiyməti bilinər, varlı, kasıb olanda qiyməti bilinər. Görsən, bu varlı halı ilə kasıb halında nə qədər fərq var? İnsan xəstə olanla sağlam olan halı eyni olsa onun dəyəri. İnsanın sağlam olub, xəstəlik bəlası yüz verəndə halı dəyişər, Həzrət buyurur. Onda kişinin qiyməti bilinir, Allaha ibadəti və itaati bilinir. Fi təqərrubil əhval ulimə zəvahirul rizaq. Əgər bu imtihanlar olmasaydı, münafiqlər aşkar olmazdı. Münafiqlər. Quran-ı Kerim 100'den çox ayə münafiqlər barəsində söylüyor. Bilirsiniz, münafik Quran terimine göre 200'lü adama deyilir. Yani hem Müslümanların içinde olup, hem Müslüman düşmanlarının içinde olup, iki olur. Ama görək bu sözün kök mənası nədir? Ərəb lüğət alimləri buyurur, münafik, nəhət sözündən olub köstəbəyə deyilir. Niyə Allah 200'liyə köstəbəyə adı verir? Köstəbəy o heyvandır ki, yeri, yuvasının bir hissəsi torpağın üstündə, bir hissəsi torpağın altında olur. Münafik bir hissəsi zahirdə, bir hissəsi ciznində olan şəxsdir. Köstəbək o heyvandır ki, gözü kör olar. Münafiqin qəlbi kördur. Alimlər buyurur, iki yüzü olanın bir dünyası olar.
İki dünya, bir yüzü olanın iki dünyası var. O şartın ki bir yüzü var. Zahiriyle batini eynidir. Bir yüzü olduğuna göre iki dünya Allah bəxşeder. Hem dünya hem ahiret. İki yüzü olana bir dünya bəxşeder. Bu münafiklerin aşkar olması için ne lazımdır? Cəmiyyət tanısın dostu ilə düşmənin. İmtihan. Həzreti Peyğəmbərin arkasında birinci dərəcədə Miqdad, Səlman, Əli ibn Əbi Talib, Əbu Zər, Əbu Bəkir, Ömər, Xalid ibn Vəlid və sair insanlar eyni dərəcədə durmuşlar. Nə qədər ki Peyğəmbər sonra idi, Müsəlmanların əksəriyyəti birinci dərəcədə duran adamların hamısını birinci səhv bilirlər. Yəni təqvada önündə gedənlər hesab edirlər. Lakin içərilərində münafiqlər var idi. İçərilərində Peyğəmbərin dediklərini həyata keçirməmək istəyənlər var idi. Nə rəşkar olmalı cəmiyyət bunları tanısın? Allah Peyğəmbərin vəfatı ilə, Allah Fədəy Ağının vasitəsi ilə, Allah Həzreti Əleyhisselamın vasitəsi ilə həmin insanların üç yüzünün aşkar olmasını yaradır. Orada münafiqlər tanısın. Allah insanı imtihan edir, insanı cəmiyyətə tanısın. Allah insanı imtihan edir, insanı özünə tanısın, özünə qaytarsın. Həqiqəti aşkar olsun. Həzreti İmam Hüseyin Aleyhisselam'ın şəhadəti Yezidin iç yüzünü asmadı. Yezidin iç yüzünün asılması zahirde özünü gizleden Muaviye'nin batinini aşkar etmedi mi? Onun hakimiyete getirilmesiyle özünün akidesini zahir etti. Oğlu tanındı, özü tanındı. Özü tanındı, Eyla ben Ümeyye tanındı. Allah insanları imtihan edir, insanların özünü tanıtılması için. Allah'ın insanı tanımaya ihtiyacı yok değil. Kur'an-ı Kerim'in hele Enkabut surasının hemin ayetinin sonunda Allah buyurur ki فَلْيَعْلَمَنَّ اللّٰهُ الَّذ۪ينَ سَبَقُوا وَلْيَعْلَمَنَّ اللّٰهُ كَاذِب۪ينَ Allah düz danışanlarla yalan danışanları bilir. Allah gözlerin dağılında gellerin içindeki xəyanəti bilir. Allah istəyir bizi aşkar etsin. Bizi aşkar etmək üçün Allah imtihan göndərir. İmtihan insanın həqiqətini aşkar edən bir əməl. Allah'a and verək, İzzət-i Cəlalı hörmətinə Allah bu imtihanlardan bizi yüzü açanlardan qərar verir. Allah ibadətlərimizin, itaətlərimizin, gələcək üzümüzə gələn mübarək günlərdən qurbanlarımızın qəbulundan savayı öz lütf və mərhəmətini bizə inayət eləsin.